Ruhlar dünyası. Ölümdən sonra bizi nə gözləyir? Həqiqətənmi bu fani bədənimiz ölümlə birlikdə sona çatır? İnsanlığı tarix boyunca düşündürən bəlkə də ən önəmli suallardan biri ölümdən sonraki həyata dairdir. Bəlkə də bu səbəblə dinlər və bənzəri inanc sistemləri ortaya çıxdı. Cənnət, cəhənnəm, o biri dünya kimi anlayışları formalaşdırdıq. Lakin müasir mənada spiritualizmin, yəni ruhçuluğun formalaşması 1855-ci il Fransasına gedib çıxır. Belə ki, o dönəmə qədər təhsil sahəsində fəaliyyət göstərən və təhsilin inkişafına dair plan kitabı ilə akademiya mükafatını qazanan Alan Kardec bu dönəmdən sonra ruhçuluq kimi mövzulara yönəldi. Belə ki, ruhçuluq seanslarında fəaliyyəti zamanı əsl adı ilə Denis Hippolyte Leon Rivet, yəni Alan Kardec 1860-cı ildə bu təcrübələrin cəmi olan Ruhlarla söhbət kitabını nəşr etdi. Əlimdə görmüş olduğunuz bu kitab Azərbaycan dilində Teaspires tərcüməsidir. Bu kitabda Alan Kardec ruhlarla keçirdiyi seanslar zamanı suallarına aldığı cavabları mövzular üzrə sistemləşdirərək toplamışdır. Sonrakı dövrlərdə bu kitabın davamı olan və yenə Teaspiresdən tərcümə edilən Cənnət Cəhənnəm adlı kitab işıq üzü gördü. Belə ki, bu iki kitab əslində müasir spiritualizmin ana kitabına, yəni onun təməllərini atan kitaba çevrildi. Lakin sonrakı dövrlərdə Türkiyədə də spiritualizmin əsasını qoyan daha bir önəmli kitab yazıldı. Bu da Bədir Rüstəman tərəfindən qələmə alınan və uzun müddət gizli saxlanılan İlahi Nizam və Kainat kitabı oldu. Görmüş olduğumuz bu əsərlərdən ilk ikisi Avropada, üçüncüsü isə Şərqdə ruhçuluğun təməllərini atdı. Viktoriya dönəmi İngiltərəsində xüsusilə aristokratlar və intellektuallar arasında ruhçuluq seansları o qədər yayılmışdı ki, burada Arthur Conan Doyle kimi önəmli şəxslərin də adını çəkə bilərik. Arthur Conan Doyle hər nə qədər ixtisasca həkim olsa da və ədəbiyyat tarixinin bəlkə də ən rasional qəhrəmanlarından olan Sherlock Holmes'u yaratmış olsa belə, öz həyatında yaşadığı dramatik faciələrdən dolayı həyatının sonlarına, ahıl çağlarına doğru ruhçuluq, pərlərin varlığı kimi irrasional mövzulara yönəlmiş və bu mövzularda da kitablar qələmə almışdı. Əslində bu tip əsərlər bizə insanın mənəvi dünyasına dair fərqli baxış bucağı qazandırmaqla yanaşı, həmçində bu dünyadakı rolumuza dair narahatlıqlarımızın nəticəsi kimi görülə bilər.